İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları 2 həftəlik müddətinə atəşkəsə razılaşdılar, razılığa gəldilər. Müvəqqəti atəşkəsə. Ümumiyyətlə, bu real sülh hesab eləmək olarmı? Yaxud da bunu növbəti addımı kimi biz sülh razılaşmasını gözləyə bilərik, yoxsa necə? Aytəs xanım, bütün sülh razılaşmaları, bütün daha doğrusu atəşkəs razılaşmaları enində sonunda sülh razılaşmaları ilə nəticələnməlidir. Yəni o atəşkəsə ona görə gedirlər. Atəşkəsə ona görə gedirlər ki, artıq ilkin belə deyək, birgə yaşayışı, sülh şəraitində yaşamağa alışdırsınlar tərəfləri və tərəflər ondan sonra sülhə doğru getsinlər. Amma burada bir məqam var. Əvvəla burada əldə olunan razılaşma tam olaraq atəşkəs razılaşması da deyil. Bu atəşkəsə hazırlıq razılaşması. Siz təsəvvür eləyin, sülhə hazırlıq üçün atəşkəsə gedirlər. Bunlar isə hətta atəşkəsə hazırlaşmaq üçün atəşkəsə gedirlər. Bu atəşkəsə hazırlıq atəşkəsidir. Belə deyək, o namizədin namizədi var. Məsələn, olur ki, deyirlər ki, filankəs namizəddir, filankəs də namizədin namizədidir. Və belə bir absurd bir vəzifələr də var da. İndi bu da həmən absurd vəzifələr kimi absurd sülh və yaxud atəşkəs razılaşmalarından biridir. Bunlar hələ atəşkəs haqqında razılıq əldə eləmək üçün sabahları bilirsiniz ki, görüşəcəklər. Orada atəşkəs haqqında qərar qəbul edəcəklər ya eləməyəcəklər. Bunlar ora sabahki o görüşə hazırlaşmaq üçün, getmək üçün indidən atəşkəsə, belə deyək də, atəşkəsin namizədinə gedib səs veriblər. Atəşkəsin və sabahları hələ müəyyənləşəcəklər ki, bunlar atəşkəsə getsinlər, getməsinlər. Bu mənada buna deyirlər kövrək atəşkəs. Buna deyirlər, hətta açıq deyirlər ki, bu atəşkəs razılaşması. Ona görə də 8 aprel tarixində biz bu atəşkəsin pozulması hallarını gördük də. Gördük və üstəlik burada söhbət nədən gedir? Bu Amerika ilə İran arasında əldə olunan razılaşmadır. Yeri gələndə İsrail rahatlıqla deyə bilər ki, orada mən iştirak eləməmişəm ki, bunu deyirlər. Bilirsiniz ki, İsrailin o ana müxalifət partiyasının sədri Netanyahunu bərk tənqid elədi, çox sərt tənqid elədi. Dedi ki, orada bizim iştirakımız olmayıb, biz orada masada oturmamışıq, amma bizim taleyimiz başqa masada həll olunubdur. Bu diplomatik fəlakətdir bizim üçün, bu bizə təhqirdir, bu dövlətimizin aşağılanması deməkdir. Prinsipcə də düz deyir. Yəni, mən indi Yahudiləri müdafiə eləmək istəmirəm, yəni İsraili müdafiə eləmək fikrində də deyiləm. Amma onun dediyində bir məntiq vardır. Burada tələb olunur ki, İsrail də atəşkəsə uysun, İsrail də atəşkəslə razılaşsın, amma ora o dəvət olunmur. Onun yerinə Amerika iştirak edir, Amerika öz adından danışır və həm də İsrailin adından danışır. Bu əslində belə götürəndə İsrailin aşağılanması, İsrailin bir dövlət kimi yox sayılması anlamına gəlir ki, bu İranın düşüncəsinə görə doğrudur. İranın düşüncəsinə görə İsrail deyilən bir dövlət yoxdur. Amerikanın qarnizon dövlətidir. Amerika orada özünün bir qarnizonunu qurubdur. Gətirib orada da Yahudiləri və yaxud nə bilim indi Siyonistləri oturdubdur. Amma bu bir dövlət olaraq İsrailin maraqlarına, milli maraqlarına ziddir. Hətta onu aşağılamaq deməkdir və istənilən an İsrail bu faktı əsas gətirib, o razılaşmadan imtina eləyə bilər, eləyir də. Çünki əldə olunan razılaşmaya görə, hələ ilkin razılaşmaya görə, çərçivə razılaşmasına görə İran və İranın proksi qüvvələri də vurulmamalı idi. Amma biz bilirik ki, Livan atəşə tutuldu dünənləri, özü çox dəhşətli bir atəşə tutuldu İsrail tərəfindən. İsrail də belə izah elədi ki, sizin qəbul elədiyiniz o atəşkəsdə Livan nəzərdə tutulmur, amma o, belə deyək, həmən o atəşkəs haqqında müzakirələri vasitəçilik eləyən də Pakistan idi. Pakistan da deyir ki, yox, tutulur, o da nəzərdə tutulurdu. Yəni, indidən hətta onun haqqında müəyyən şübhələr vardı. Məsələn, müəyyən, belə deyək, fikir ayrılıqları vardı və bu fikir ayrılıqları getdikcə daha da böyüyəcək. İsrail ən azı deyəcək ki, mən orada olmamışam, mən oraya imza atmamışam, ona görə mən ona da, belə deyək ki,
boyun əymək, ona əməl etmək məcburiyyətində də deyiləm. Hörmüz boğazı müharibədən əvvəl də açıq idi. İranın nüvə silahı əldə etməyəcəyi də deyilirdi. Bəs yəni belə bir bu atəşkəsə müvəqqəti atəşkəs razılaşmasında da bu hallara toxunulur da, bu maddələrdən söhbət gedir. Bəs onda 38 günlük müharibə yəni niyə başladı? Niyə olmalı idi? 38 günlük müharibə artıq 40-cı gündür, səhv eləmirəmsə. Bu gün 40-cı gündür. Hə, razılaşmadan 38 gündür. Çünki niyə 40-cı gündür? Bu günləri o Xameneyinin ölümünün 40-cı günü qeyd olunur. O da həmin elə birinci gün vurulmuşdu. Nəsə, yəni 38, 40, hər neçə gündürsə, o niyə bu müharibə çıxdı? Bu müharibənin çıxmasının səbəbi Hörmüz boğazının açılması deyildi. Hörmüz boğazını İran tutdu. İran gördü ki, bu müharibədə onun başqa bir silahı yoxdur və başladı özünün strateji silahını əl-atmağa. Onun da ən böyük strateji silahı Hörmüz boğazıdır. Hörmüz boğazını o tək indi yox, məsələn İraq müharibəsində də tutub, ən çətin zamanlarında onu bağlayıb, o dünyanı neftlə, qazla imtahana çəkmişdi və o dövrdə o bütün dünya yığışıb, İraqı da, İranı da yerində oturdub, orada bir sülh razılaşması əldə eləmişdilər. O zaman amma ərəblər yaxşı bir iş başlatmışdılar. Yəni bu İranın bu baskılarından, bu strateji silahının təsirinin altından çıxmaq üçün əslində gözəl bir layihə. Mən yaxşı deyəndə o mənada deyirəm ki, yəni o problemi həll edəcək biləcək bir o məsələ idi. Çünki İran hər dəfə deməli belə çıxır ki, ərəblərlə, ya İsraillə, ya Amerika ilə, ya deyək ki, Azərbaycanla bir problemi olsa, deyək Türkiyə ilə bir problemi olsa, bir gedəcək Hörmüz boğazını bağlayacaq, deyəcək ki, bunu gəlin bizim aramıza girin, bizi ayırın, məni filankəsin əlindən alın, mən Hörmüz boğazını açın. İndi ona görə də orada Hörmüz boğazında ola biləcək ən gözəl yollardan biri, yəni bu cür strateji o İranın baskılarından qurtulmanın ən gözəl yolu o olardı ki, Hörmüz boğazından çıxan ərəb neftinin o Qırmızı dənizə daşımaq, yəni quru yolu ilə Qırmızı dənizə daşımaq, bu istiqamətdə də çox böyük işlər görüldü. Bu İraq-İran müharibəsi dövründə. Çünki o zaman da İran bağlanmışdı dediyim kimi. Nə etdilər? 1200 kilometrlik bir o kəmər çəkdilər, 1200 kilometrlik Səudiyyə Ərəbistanından. Səudiyyə Ərəbistanının bu tərəfindən o başlayırdı, Qırmızı dənizdə qurtarırdı. Yəni belə deyək, Körfəzdə başlayırdı, Qırmızı dənizdə qurtarırdı. Körfəzdə çıxan neft, çünki bilirsiniz ki, Səudiyyə Ərəbistanının neftinin 95% Körfəzdə çıxır, cəmi 5% digər yerlərdə çıxır. Orada o 95% neftin o Qırmızı dənizində daşınması üçün bir o kəmər çəkdilər. Amma təbii ki, hamısını o əhatə eləmirdi. Çünki bu günləri Səudiyyə Ərəbistanı 10 milyon barel neft istehsal eləyir. Onun cəmi 5 milyonunu o Qırmızı dənizə vurmaq mümkündür. O şeylərlə, nədir, belə deyək, borularla. İndi bu yaxınlarda Səudiyyə Ərəbistanı açıqladı ki, biz onun o nasosunu gücləndirmişik. Bu nasos nəticəsində 7,5 milyon barel gündəlikdən söhbət gedir. Gündə 7,5 barel neft vura bilərik. Bu da 75% neftin digər o istiqamətə göndərilməsi anlamına gəlir ki, mən hesab edirəm ki, bundan sonra o istiqamətdə işlər görüləcəkdir. Eyni şəkildə Birləşmiş Ərəb Əmirlikləri də ona uyğun bir planlar həyata keçiribdir. O da özünün o Fars körfəzində olan neftini borular vasitəsilə Oman körfəzinə daşıyıb və oradan, yəni belə deyək, İranın baskılarını görmədən oradan dünyaya o göndərmək haqqında düşünür. Yəni bunlar belə deyək, müharibə buna görə başlamayıbdı. Müharibə başlayıbdı deyə İran oranı bağlayıb. Müharibə nəyə görə başlayıbdı? Müharibə ona görə başlayıbdı ki, İranla İsrail arasında, Amerika arasında çox ciddi problemlər var. Bu problemlər nəyə əsaslanır? Bu problemlər ona əsaslanır ki,
İran nüvə silahı istehsal eləmək istəyir, yəni ən azı Amerika belə deyir, İran deyir ki, xeyr mən nüvə silahı. Yəni bunu deyirdi ki, yəni olmayacaqdı nüvə silahı hardasa açıqlayırdı. İndi deyirdi, amma özü də 60%-ə qədər, yəni bir nüvəni o nüvə silahı 80%-ə qədər zənginləşdirsən nüvəni, yəni deyək uranı, o uranın nüvəsindən sən nüvə silahı düzəldə bilirsən. Bu da 60%-ə qədər bunu zənginləşdirib. Deyir ki, mən bunu tibb məqsədi ilə eləyirəm. Tibb məqsədi ilə eləyirsənsə, tibb məqsədi ilə eləmənin yolu 20%, 20%-dən yuxarı deyil. Və yaxud məsələn sən elektrik istehsal eləyəcəksən, onun enerji alacaqsansa, bunun da miqdarı belə faizi oranı 3,5%-dir. Amma sən 60% zənginləşdiribsən. 60% zənginləşdiribsənsə, deməli sənin məqsədin nüvəyə yaxınlaşmaqdır. Və üstəlik, hətta orada aparılan bəzi tədqiqatlar, indi mən beynəlxalq o nüvə agentliyinin o iddialarına əsaslanıram. Orada hətta 80%-ə qədər zənginləşdirilmiş nüvə izlərinə də rast gəlinib. İndi düzdür ki, əllərində tuta bilməyiblər. İndi İran deyir ki, əlində tutmayıbsansa, deməli, yoxdur. İndi onun əsas problem nüvə silahına sahib olmasın. İndi deyəcəksiniz ki, niyə nüvə silahına sahib olmasın İran? Hamının nüvə silahı var, İran niyə olmasın? Bunun da səbəbi o Avropa dövlətləri, yenə deyirəm, bu mənim fikrim deyil. Amerika, İsrail bunu deyir. Deyir çünki o bizi təhdid eləyir. Məsələn, Pakistanın da nüvə silahı var, yeri gələndə o da müsəlmandır, heç İslama yaxınlıq baxımından, İslama sədaqət baxımından heç İrandan da geri qalan oğlan deyil də, belə deyək. Amma o heç nə vaxt deməyib ki, mərki bəri Amerika. Yəni mərki bəri Amerika nə deməkdir? Amerikaya ölüm. O deməyibdi ki, mərki bəri o İsrail, yəni İsrailə ölüm. Amma İran qurulduğu cəmi 45 ildir, yəni də 50 ildir, hər neçə 79-dan bu yana nə qədər keçir? 79-dan bu yana keçir. Nəsə də 50 ilə yaxın. Bu 50 ildə ki, hələ qurulmamışdan əvvəl də yəqin ki, deyirdilər. Bu 50 il içərisində hər gün demək olar ki, o İrandakı o dini xadimlər mərki bəri Amerika deyib, mərki bəri İsrail deyib, mitinglər keçiriblər, İrana, Amerikaya, İsrailə lənətlər oxuyublar və bunların əlində silah olsa bizi vuracaq. Bunu əslində prinsipsə İran da gizlətmir. Yəni bu günləri bəlkə İran əlində atom bombası olsaydı vurardı da. Bəli. Yəni bu İran niyə bu nüvə silahı əldə etmək istəyir? İndi burada İranın da günahı olmadığı şeylər var. Nədir bunun günahı olmadığı məsələ? Bu günləri kimin ki nüvə silahı var, ona heç bir dövlət gedib ilişmir. Məsələn, deyək ki, Rusiyaya ilişməkmi olar? Rusiyanın başına, indi Tehranın başına o mərmi yağdırdığın kimi Moskvanın başına mərmi yağdıra bilərikmi? Heç kəs onu eləyə bilməz. Və yaxud İslamabada o cür hücumlar edə bilərsinizmi? Yəni belə deyək ki, onu o vəziyyətə salmaq olarmı? Olmaz. Çünki o dərhal başlayar nüvə silahından istifadə eləməyə. Bundan da dünyanın o axırı gələr. Yəni ona görə İran da hesab edir ki, bunun təhlükəsizliyinin qarantı nüvə silahına sahib olmaqdır. Bunu açıq şəkildə deməsə də, amma altında yatan hikmət budur. İranın 2-3 dənə strateji silahı var. Biri dediyimiz kimi Hörmüz, birinə nail olmaq istəyirdi, onun qarşısını kəsdilər. Biri də onun proksi qüvvələridir. Proksi qüvvələri nə işə yarayır? İran özündən kənarda müharibəni aparır. Özündən kənarda müharibəni apara bilirsənsə, deməli sən o düşmənə istənilən zərbəni vura bilərsən. Bu günləri məsələn Livanda baş verənlər, İraqda baş verənlər, Husilər, yəni Husilər bilirsiniz ki, Yəməndə yerləşirlər. Onların hamısı da bu strategiyanın əsas görüntülərindən, təzahürlərdən biridir. Amerika Birləşmiş Ştatları bu müharibədə nə qazandığını açıq şəkildə demir. Görünməyən razılaşmalar ola bilərmi? Ondan başlayaq ki, Amerika burada nə istəyir? Deyək ki, yəni yaxşı biz yahudiləri başa düşdük. Onlar deyirlər ki,
İranın nüvə silahı olsa biz vuracaq, biz Fələstinliləri indi Fələstinlər də bahanədir. İndi lazım olsa sual versəz mən Fələstin məsələsinə də izah gətirərəm. Məsələn deyək ki, bizlə o Livan arasında bir problem çıxanda biz onların Hizbullahı vuranda, çünki Hizbullah İrana bağlıdır. Fələstinlər İrana bağlı deyil əslində. Onlar sünnüdülər, heç yeri gəlində İsrailə, İrana bağlı deyirlər. Biz deyək ki, Hizbullahın başına o dəliyəndə o bizi vurar atom bombası ilə. İndi deyək ki, İsraillər bu cür düşünə bilir. Axı Amerika bu cür düşünə bilmir. Amerikanın o dərdi yoxdur. Vurursa vursun da. Yəni Amerikaya ata bilməyəcək ki, o atom bombasını Amerikaya atma silahı da yoxdur. Bəs Amerika burada nə istəyir? Amerika indi bir çoxları deyirlər, nə bilim, Epstein, nə bilim, koalisiyası, nə bilim, nə. Asıl mən bunlara inanmıram. Epstein koalisiyası yoxdur. Amerikanın başqa bir dərdi vardı. Amerikanın dərdi də heç İranla bağlı deyil. Amerikanın dərdi hara ilə bağlıdır? Çinlə. Çin getdikcə inkişaf edir, Çin getdikcə böyüyür, iqtisadi cəhətdə yüksəlir. Onun yüksəlişinin əsas səbəbi də Fars körfəzindən başlayır. O Fars körfəzindən özünün neft ehtiyacının 70%-ni alır. O 70% ilə özünün orada o neft kimya sənayesini qurur, nə bilim, fabriklərini işlədir, bir enerji əldə edir və bununla da o iqtisadi cəhətdən inkişaf edə irəliyə gedir. İndi bunun qarşısını almaq üçün nə lazımdır? Fars körfəzində müharibə eləmək lazımdır. İndi bir çoxları deyirlər ki, İran Amerikanı uddu. O qədər gülünc bir şeydir ki, İran Amerikanı uddu. İranın heç dadı yoxdur, Amerikanın hər şeyi var. Bəs niyə Amerika geri çəkilir? Ona görə ki, o Fars körfəzini almaq istəmir. O Fars körfəzində insident yaradıb. O Fars körfəzində gərginlik yaradıb. O belə deyək, neftin gedişinin qarşısını almaq istəyir. Çünki o neft gedərsə, Çinə nə qədər çox gedərsə, Çin o qədər çox inkişaf eləyəcək və Çin o qədər çox inkişaf elədikcə gəlib Amerikanı daha tez keçəcək. Amerikanın o Milli Təhlükəsizlik Strategiyası 2025 adlı bir sənəd vardı. O keçən ilin axırında o sənədi qəbul eləmişlər. Orada açıq şəkildə bildirilir ki, biz Şərq yarımkürəsindən geri çəkiləcəyik, Qərb yarımkürəsində özümüzün o imperialist demirdə özümüzün milli maraqlarımızı orada təmin eləyəcəyik. Yəni Şərq yarımkürəsindən biz geri çəkilirik. Şərq yarımkürəsində ancaq bir-iki yerdən başqa, yəni oraları heç kəsə buraxa bilmərik. Oraları düşmənə buraxsaq, rəqibimizə buraxsaq, o rəqib gəlib bizi keçəcək. Və həmin yerlərdən yalnız birinin adını çəkir. Deyir, məsəl üçün. Bax, şeydə elə yazılır. Nədir bu? Həmən o strategiyada, doktrinada. Deyir ki, məsəl üçün biz Hörmüz boğazını heç kimə buraxanmarıq. Tək Hörmüz boğazını da demir, prinsiplər. Ondan sonra deyir ki, o Babil mənbət boğazını da heç kəsə buraxmaq, amma əsas üzərində durduğu Hörmüz boğazıdır. Niyə Hörmüz boğazıdır? Çünki Hörmüz boğazı dünya neftinin 20%-ni, qazının da hardasa 20%-ni istehsal eləyən bir yerdir. O, Çin özünün neftinin 70%-ni, yəni enerjisinin 70%-ni oradan alır. Yəni söhbət tək İrandan getmir. İrandan cəmcümətanı 13-14%-ni alır öz ehtiyacının. Digər ölkələrdən ki, o Səudiyyə Ərəbistanından alır, Qətərdən alır, indi Küveytdən alır. Onların ümumiyyətlə toplamından aldığı da 70%-in digər hissəsi eləyir. 13-ə çıxsaq 70%-dən hardasa 50 neçə faizi qalır da, 57% qalır. Onu da digər ölkələrdən alır. Deməli, orada körfəzdə bu cür qeyri-stabillik yarananda, körfəz bağlanan, körfəz deyəndə Hörmüz boğazı bağlananda, Hörmüz boğazı bağlananda körfəzdən də heç də çıxmır. Yəni körfəzə qapıdır, körfəzin qapısıdır Hörmüz boğazı. Onda nə olur? Onda İlk növbədə Çin başlayır iqtisadi cəhətdən çökməyə, zəifləməyə, iqtisadi cəhətdən gəlib o Amerikanı keçməmək, yəni keçmək şansını itirir. Amerikanın dərdi budur. 2-3 həftə sonra, 2 həftəlik hələ ki müvəqqəti atəşkəs 2 həftəlik müddətindədir. 2-3 həftə sonra yenidən eskalasiya gözlənilirmi? Eskalasiya zaten heç bitməyib ki, bitibmi?
Əslində bəli, Dünənlər gücləndi. oldu, gücləndi, hətta daha güclü oldu. Bu gün də yəqin ki olacaq. Nə qədər ki o İsrail və o İran ziddiyyəti var arada, onlar o eskalasiyanı bitirməyəcəklər. O xüsusilə İsrail bunu bitirməyəcək. İsrailə nə lazımdır? İsrailə o lazımdır ki, İranın proksi qüvvələrinə son qoysun. İranın proksi qüvvələri təkcə o İranda deyil və yaxud İraqda deyil. Birbaşa İsrailin ən yaxınında yerləşən, məsələ deyək ki, Livanda var. O özü ən qatı o proksi qüvvələrindən biridir. Bilirsiniz ki, İranda Xameneyi öldürüldüyünə görə bunlar hesab elədilər ki, biz bunun qisasını alacağıq. İsraildən və başladılar İsraili bombalamağa. İndi bunların hamısını məhv eləməyənə qədər İsrail sakitləşməyəcək. Bunların da məhv olunması, yenə deyirəm, İran üçün, İranın heç bir şey yoxdur. Məsələn, İranın o atom bombası yoxdur, böyük ciddi silahları yoxdur. Hə, indi vardı o raketləri. O raketlər də İsrailə çatacaq qədərdir. Oradan o yüzden satacaq. Yəni düzdür, birində atdılar 4000 kilometr idi. O da gedib o Böyük Britaniyaya çatırdı. Amma əsas onun silahları o İsrailə çatacaq qədərdir. İndi bunlarla bir dövləti, böyük bir dövlət qurmaq olmaz. İranın da istədiyi odur ki, bu güya həmən yaxın şərqdə bir super dövlət qursun. Yəni yaxın şərqin super dövləti, böyük dövləti İran olsun. Bunun üçün də çox ciddi layihələr həyata keçirir və bu layihələri qorumaq üçün buna o ciddi bir güc lazımdır. İndi bunun gücünü əlindən almaq üçün təbii ki, bunların proksi dəstələrini ortadan qaldıracaqsan. Çünki yenə deyirəm, proksi dəstələri onun strateji silahıdır. O strateji silahı əlindən qaldırılmaq üçün də buna o İranla müharibəyə bir ara veriblər. Əslində ara verməyiblər ki, müharibəni qutarsınlar. Ara veriblər ki, İranın qollarını təmiz kəssinlər. Aha, bəli. Ara vermək əslində istəsələr də tam olaraq ara verə bilmədilər. Çünki Livana hücumlar davam etdi. Livana hücumlar davam etdiyinə görə də İran da aprelin 8-i. Livana niyə hücum edirlər? Bəli, yəni Livan niyə atəşkəs razılaşmasına daxil edilmir? Hə, indi onu güya Pakistan deyir ki, indi Pakistan deyirsə yəqin ki, düz deyər də. Yəni indi Pakistan yalan deməz. Bu nə İrandır, nə Amerikadır. Deyir ki, əslində bizim razılaşmamızda o Livan da öz əksini tapırdı. Mən də inanıram. Çünki ondan əvvəl Livan o Hizbullahı İrana bir mesaj göndərmişdi, xahiş eləmişdi ki, əgər siz Amerika ilə keçib danışıqlara keçsəniz, mütləq bizi də unutmayın. Niyə bizi unutmayın deyirlər? Bunların haqqı çatır onu deməyə. Çünki İranı çətin vəziyyətdən qurtarmaq üçün bunlar özlərini oda atdılar. Bunlar özlərini niyə oda atırlar? Çünki o Hizbullah oradakı Şiə qrupdur, yəni Livanda Şiə qrupdur. Bilirsiniz ki, Livanda bir neçə millət vardı, bir neçə etnik qrup vardı. Daha doğrusu bunlar millət də deyirlər. Yəni eləsi var ki, ərəbdir, amma məzhəbləri fərqlidir. Livanın əsas aparıcı etnik qüvvəsi, yəni belə deyək, etnik qrupu xristianlardır. Maruni xristianları deyirlər. Hardasa 40%-dən çoxdur, deyək 40%-dir. Tez-tez o rəqəmlər dəyişilir, çünki bəziləri qaçıb gedir Livandan, bəziləri ora gəlirlər. Onun 28%-i şiələrdir, 28%-i sünnilərdir. Digərləri də nə bilim, deyək ki, orada arada nə qədər qalır, o qədər də deyək ki, məsələn 5%, 10% bunlar da orada yaşayan o Durzilər vardı, digər millətlər vardı. Bunlar da orada deməli ən az qruplardan biri kimlərdir? Şiələrdir. Yəni ən az qrup deyil. Əslində ən çox qruplardan biri şiələrdir, amma bu xristianlarla müqayisə oluna bilməz. Xristianlar 40%-dir, bu 28%-dir. Amma bu günləri faktiki olaraq orada elə bir vəziyyət yaranıbdır ki, orada elə bir struktur yaranıb ki, dövlət idarəçiliyi yaranıb ki, şiələrin olmadığı heç bir o qanun layihəsi keçmir, çünki o faktiki olaraq ölkənin parlamenti şiələrin əlindədir. İndi şiələr də burada o statusunu, o gücünü qorumaq üçün
məcburdular ki, o İranı müdafiə eləyərlər. Amma bəzən İrandan daha çox müdafiə. O bir söz var, deyir ki, papadan çox katolik olmaq. Bəli. İndi bəzən onların İranın proksi qüvvələri o da onlardan asılı deyil. İrandan o cür əmr gedir, o cür sifariş gedir. Biz şükür eləyək ki, biz Azərbaycanda da onlar yaratmaq istəyirdilər. Bizdə onlar yaranmadı. Qarşısı alındı. O Qarabağ müharibəsində gəlib bizə deyirdilər ki, icazə verin, biz sizdə o bir qüvvə quraq, o qüvvə getsin, nə bilim, o Ermənistanı, necə ki, Həşti Şabi, İraqda Həşti Şabini qurdular. Həşti Şabi həqiqətən getdi. O, deməli, o IŞİD-i yox elədi, IŞİD-i məğlub elədi. Amma sonra nə oldu? İraqlılar bütün gün Allaha yalvardılar ki, o IŞİD gəlsin, bu Həşti Şabi getsin. Bizi gətirdin, ay Allah, sən bizi gətirdin, niyə? Bu gün özündə də. Həmən Həşti Şabi əl çəkmir İraqın əlindən, bu boğazından. İndi eyni funksiyanı da Livanda kim həyata keçirir? Hizbullah. Yəni ona görə də o Hizbullah açıq şəkildə İranı dəstəkləyir. İranı da yox eləməyin yolu, zərərsizləşdirməyin yolu, bu özdə təkcə xristianlar üçün və yaxud yahudilər üçün problem deyil, elə sünni dünyası üçün də, İslam dünyası üçün də böyük problemdir. Bütün İslam dünyasında deyək ki, 5%, 10% o şiə yaşayır. Onların hamısından bu özünün proksi qüvvəsi kimi istifadə etməyə çalışır. Hamısında. Məsələn, deyək ki, Pakistanda 20% şiə yaşayır. Orada onlardan ibarət bir qrup yaradıbdı, adına da qoyub Fatimiyun və yaxud, nə bilim, Əfqanistanda deyək ki, orada da bir 15% şiə yaşayır, onlardan da bir qrup yaradıb, adını da qoyub Zeynəbiyun, hərəsinə bir ad qoyubdu, bizdə də bir qrup yaradıb, bizdə 60%-dir deyək şiələr, indi elə bilirəm mən. Hərçən ki, bizdə onu saymırlar, çünki bizdə o cür ayrı seçkilik yoxdur. Heç mən bilmirəm, siz hansı məzhəbə aitsiniz, siz bilmirsiniz mən hansı məzhəbə aidəm, elə deyil, bizdə o şeylər yoxdur. Ona görə də amma bizdə də o şeyi yaratmaq istəyirdilər və yaxşı ki, onu yaratmadılar. Bütün İslam dünyasında o cür problemlər yaradıblar. Cəmi 5%, məsələ deyək ki, Səudiyyə Ərəbistanda cəmi cümlətanı 5% o şiə var, 5%. O 5% şiələrdən özünə proksi dəstəsi düzəldib və onları terrorizmə cəlb eləyir. Və İranın problemi budur. İran həqiqətən də bütün dünya üçün, şiəsi üçün də, sünnisi üçün də, nə bilim, o xristiyanı üçün də, yahudisi üçün də böyük bir problemə çevrilibdir, bir qara yaradır. Dünyanın qara yarasıdır. Onu mütləq kəsmək lazımdır. Onun kəsməyin də yolu nədir? İlk növbədə proksilərini kəsməlisən. Proksilərini kəsirsən, sonra tədricən özünü o müalicənin bir növü var da, deyək, qara yaranı necə müalicə edirdilər əvvəllər, o başına dağ basırdılar. İndi bu İranın da başına əvvəl qollarını kəsəcəksən, sonra başına dağı basacaqsan, oturacaq yerində. Yəni bir növ İran özünü xilas eləmək üçün Livanı atəşkəsə, müvəqqəti atəşkəsə cəlb etmək istəyir. İsrail də özünü xilas eləməkdən ötürü oranı... İran güya özünü xilas eləmək üçün, bəs sən özünü xilas eləmək üçün mənə niyə qırxın ki, bax bunu mən demirəm, Livan prezidenti, həm də baş nazirləri açıq şəkildə dedilər. Dedilər ki, bizdəki o Hizbullahı idarə eləyən İrandır, İran özünü xilas eləmək üçün bizi İsrailin qucağına atır. Siz təsəvvür eləyin, İsrail nəsə bunun özü bacarmır. İndi sən bu yazıq Livanı, bu Livanda da ən böyük güc Hizbullahın gücüdür. Özlərinin bir ordusu yoxdur, var elə belə, polisdən fərqli deyil. Elə jandarma kimi. Və sən bunları niyə İsrailin qucağına atırsan? Deyirsən, İsrail bunları məhv elə. İranda bu son hadisələrdə, son hücumda cəmi cümlətanı 9000 adam ölübdür. 900 adam ölüb.
Bu indi İsraillə Amerika birləşiblər 37 gündə, 38 gündə, 40 gündə onların başına bomba yağdırır. Sonra deyirlər ki, onlar sivil xalqı öldürür. Mən demirəm, sivil xalqdan da ölənlər olubdu. Orada qız uşaqlarını vurdular. Həqiqətən vəhşili idi. Amma indi bunlar orada sivil xalqı öldürmək istəsələr, qırmaq istəsələr, söhbət İrandan gedir. 800-900 nəfər mi ölərdi? Lap deyək ki, İran deyir 2000 nəfər mi ölərdi? Biz də o sivil xalqa toxunmadıq. 45 gün ərzində ermənilərlə vuruşduqda ermənilərin o silahlıları ilə, ordusu ilə. Və bizim özümüzdən 3000'ə yaxın adam öldü. Ermənilərdən Allah bilir 6000 adam öldü. Bir dənə onların içərisində sivil adam yox idi. Yəni bu Amerika istəsəydi orada sivil xalqı öldürə 2000 adam ölərdi. Yəni sözümün canı o deyil. Sözümün canı nədir? Sözümün canı odur ki, İranda cəm cümlətanı, indi mən rəsmi rəqəmləri deyirəm. Rəsmi rəqəmlərə görə 800 nəfər adam ölübdür. Livanda 500 nəfər. Hətta dünən 500 nəfər ölüb. İndi səndə axı bu 30 gün ərzində, 40 gün ərzində ölənlərin sayı hardasa Livanda bir gündə ölənlərin sayı qədər olur. Sən bu yazığı niyə atırsan odun alovun içərisinə? Özdə yenə səni özü müdafiə eləmək kimi bir imkanların var. Bunun ərazisi yenə deyirəm, bizim Qarabağ boydadır. Burası buradan girib oradan çıxır İsrail. İstədiyi vaxt orada bir Litani çayı vardı. Litani çayına qədər gedibdi, hardasa Səyrətdən 30 kilometr içəriyə doğru giriblər. Litani çayının o Litani çayı bilirsiniz, şimaldan gəlir cənuba, cənubdan da bir kol başlayır o qərbə doğru meylənir və gedir Aralıq dənizinə tökülür. Belə el şəkilli, yəni tərsinə el şəkilli bir o xətt çizir. Bununla sən niyə öz proksi qüvvəndə deyə, niyə öz proksi qüvvəsini qurban verir? Çünki müharibə İrana yaxınlaşmasın. Və Allah da elə böyük Allahdır ki, Allah da o İranın özünə o günü göstərir. Bilirsiniz də, o Çin də İrandan o cür proksi qüvvəsi kimi istifadə edir. Veribdi qabağa, Amerikanın başını İranda qatıbdı, özü inkişaf edir. Eyni şeyi. Bunu mən demirəm, bunu Çinin Xarici İşlər Naziri açıq şəkildə etiraf edir. Düzdür, o İran adını çəkmirdi, amma İran adını çəkməyə ehtiyac yoxdur ki, onun niyyətini bilmək üçün bəzi fikirlərinə baxmaq lazım. Nə deyirdi? Getmişdi Avropaya, Avropada Avropa İttifaqının bir xarici əlaqələr şöbəsinin o rəhbəri vardı, xanımdır, Estoniyalı. Adı Kallas. Bəli, Kaya Kallas. Kaya Kallas. Kallasla görüşdü. Bu Çinin Xarici İşlər Naziri. Onun da adı da qəribə Yi Wing'dir, nəsə belə bir qəribə Wang'dır ya nəsə. Onunla görüşdü. Kallas bana deyirdi ki, siz niyə bizə kömək eləmirsiniz ki, Rusiyanı çökdürək? Axı Rusiya çöksə, Rusiyanın ərazisinin böyük hissəsində sizin iddianız vardı. Onu ələ keçirəcəksiniz də. Burada sizin marağınıza toxunan nədir? Bu adam bütün millətin gözünün qabağında dedi, xanım Kallas, sən bilsən ki, o Amerika bu Ukraynaya məsələsini həll eləyəndən sonra hücum eləyəcək. Amerika deyəndə Rusiya. İndi bu Amerika deyir. Deyir Amerika Rusiya məsələsini həll eləyəndən sonra hücum eləyəcək sizin məmləkətinizə, Estoniyaya. Sən istəyirsən o müharibə bitsin. Deyir, yox, deyir, biz də ona görə istəmirik də. Bu Rusiyanı bitirəndən sonra bizim üstümüzə hücum eləyir. Deməli, bunun Çinin deməli məqsədi nədir? Çinin məqsədi odur ki, İran, nə bilim... Diplomatik səviyyədə də bunu etiraf ediblər. Açıq şəkildə. İran vuruşsun, Amerika ilə, nə bilim, Rusiya vuruşsun, hamı vuruşsun. Onlar vuruşduqca bu inkişaf edir. Həm silah satır inkişaf edir, həm müharibə bundan yayınır. Amerika özü tükənir oralarda. İstər-istəməz bu da ayıq qalır. Bu da
belə dik qalır. Buna heç bir şey toxunulmur. Bu getdikcə inkişaf eləyir. Bu qədər aydın olan bir vəziyyətdə İranın gedib özdə deyirlər biz 6000 illik dövlətik, nə bilim. Hardan çıxarıblar o 6000-i də mən bilmirəm. Onu elə 1000 ili bizim hakimiyyətimiz altında olub da türklərin. O cəm-cümlətanı 2 dənə hakimiyyət qurublar. Biri Sasanilər, biri də Əhəmənilər. Onlar da üstə toplayanda heç 1000 ildə gəlib eləmir. İndi deyək ki, olsun 1000 il. Və bu qalan o 1000 ili, 6000 ili hardan çıxardırsan? Bu boyda indi sənin əgər elə bir böyük ağlın olsaydı, sən hər halda orada sənin üzərində oynanılan oyunu görərdin. Sən nətər Hizbullah'ı özünün proksisinə çeviribsən, Çin də səni özünün proksisinə çevirib. Bu qədər açıq, aydın. Bunu mən bir jurnalist kimi, bir nə bilim, nətər deyimi, adi bir vətəndaş kimi görürəm. Sənin strateglərin orada görmür.